olaraq yəni komandirin otağından çıxmırdı da. Yəni adam 1-6 ay bütün gün komandirin otağında idi. Yəni nə olursa bölükdə gəlib çatdırırdı komandirə. Yəni bir dənə adam cəsarət edib buna söz deyə bilmirdi. Hətta arxasıca da danışa bilmirdilər ha. Mən bölükdə olmurdu. Heç kim arxasıca danışa bilmirdi. Çünki yerin də qulağı var idi. Yəni onun belə öz işvərənləri var idi. Yəni yavərin. Adam elə bir sistem qurmuşdu ki, adam elə bir belə mafiya qurmuşdu da. Yəni bu şeydə peşəkarlıq, çox peşəkar idi həqiqətən. Mən bir sinif yoldaşı kimi yavərə arzu eləyirəm ki, sənətini davam etdirsin və gələcəkdə böyük uğurlara imza atsın. Məsəl üçün, Mossadla işləsin, CIA ilə işləsin, Interpolla işləsin. Qardaşımın sayəsində mənim PlayStation salonlarıma nə uçaq-çıxoldu, nə vergilər, nə də bir başqası yaxın dura bilmir. Çünki mənim qardaşım professionaldır. Bu əsas məsələ. Amma elə adamlar da var ki, qonşu hasarını biraz qabağa çəkir, zəng edib uçaq-çıxolaya çatdırır ki, qonşu hasarını qabağa çəkdi. Sonra özün işvərən sayılır. Bu çox asandır da, yəni bunu uşaqlar da bacarar. Amma mənim qardaşım çox professionaldır. Əsas məsələ üzə durmaq, cibə nəşə atmaqdır. Onun da təbii olaraq ən yaxşı mənim qardaşım yavər bacarır. Həqiqətən bu işdə bir ustaddır. Nə deyə bilərəm? Allah ona can sağlığı versin. Yəni mən çox istəyərdim o kimi istedadlı olum, professional olum, üzə durmaqda. Yəni o məktəbdir də, yəni ondan oynası yoxdur. Allah ona can sağlığı versin, uzun ömür versin. Yəni bir də ki, qırmızı rəng heç vaxt üzündən solmasın. Qibtə eləyirəm ona bir sözlə, belə. Yəni mənim üçün əxlaq da keçmir. Yəni əgər işvərənlik edirsənsə, səni söyəcəklərsə, səni döyəcəklərsə, yəni belə şeylər ikinci planda olmalı. Yəni fikir verməməlisən elə şeyə. Bir də ki, inşallah nə vaxtsa bir ailə qursaq, evlənsəm, oğlum olsa, oğluma da elə bu sənətin incəliklərini öyrədəm ki, sabah öləndən sonra gəlib qəbrimə tiş eləməsinlər də. Ən azından heç olmasa oğlumdan qorxucuyla eləməyəcəklər bunu. Yəni mən özümə söz vermişəm ki, ölənə qədər yəni bu sənətdən ayrılmayacağam, tövbə eləməyəcəm bu sənətə. Bir də ki, yəni 1 saat, 2 saat belə mən bu sənətdən ayrı qalsam, sanki ürəyim partlayar, elə bir ki, ölərəm mən, yəni dayana bilmərəm. Yavər bəy, Buyurun. biz artıq 2 saatdır çəkiliş edirik. Yəni siz artıq 2 saatdır işvərənliyə fasilə vermişsiniz. Yəni buna necə dözürsünüz? Sənə kim deyir ki, mən 2 saatdır yerimdə dinc dayanmışam? Başa düşmədik. Bir də əlimi cibimə sal. Bu nədir qardaş? Bu otu kim salıb cibimə? Bu nə otdur belə? Şapelebilir şuptadır, şüphelebilir şaptadır. Ne şaptadır ne şupta, yaman taraf turumda. Şapelebilir şuptadır, şüphelebilir şaptadır. Ne şaptadır ne şupta, yaman taraf durupta. Şapelebilir şuptadır, şüphelebilir şaptadır. Ne şaptadır ne şupta, yaman taraf